Mən həyatım boyu İslama gələn kimlə qarşılaşmışamsa, onların hamısı həyatlarının hansısa bir nöqtəsində hidayət üçün dua etmiş insanlar olub. Qızıma həyatı təhlükəsi olan bir xəstəlik diaqnozu qoyulan zaman, mən də məhz eyni şeyi etdim. Dua etdim ki, ey Allah, əgər varsansa, mənim köməyə ehtiyacım var. Mən söz verirəm ki, əgər qızımın həyatını xilas etsən və məni razı qaldığın dinə yönətsən, mən o yolla gedəcəm. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mənim valideynlərim Quaker idi, yəni formal olaraq protestant. Lakin onlar heç vaxt bizi məcburi şəkildə dinə yönləndirməyiblər. Biz ali savadlı bir ailədə böyümüşük. Atam çox hörmətli bir neyrofizioloq idi. Və özünü Quaker adlandırsa da, açıq şəkildə Allahın varlığına inanmadığını deyirdi və tipik ateist baxışlarını müdafiə edirdi. O, bizim mövcudluğumuzu bütün ateistlərin izah etdiyi kimi izah edirdi. Yəni, böyük partlayış və təkamüllə. Beləliklə, biz əsasən ateizm yolunu izlədik. Məktəb illərimdən tutmuş, kollec, tibb fakültəsi və s. qədər. Bizə belə öyrədilmişdi ki, məntiqli olan yeganə izah budur. Amma eyni zamanda mən elmi təfəkkürlə böyüdülmüşdüm. Bilirsiniz, mən bir şeyi müşahidə etmişəm. İnsanlar hansı dində olurlarsa olsunlar, imana gəldikdə əvvəllər heç vaxt sual etmədikləri bir çox şeyi sorğulamağa başlayırlar. Və mənim başıma gələn də məhz bu idi. Xüsusilə ateistlər üçün imana gəlmək prosesini anlamaq çətindir. Məncə bunun bir səbəbi var. O da budur ki, mən həyatım boyu İslama gələn kimlə qarşılaşmışamsa, onların hamısı həyatlarının hansısa bir nöqtəsində hidayət üçün dua etmiş insanlar olub. Qızıma həyat təhlükəsi olan bir xəstəlik diaqnozu qoyulan zaman, mən də məhz eyni şeyi etdim. Dua etdim ki, ey Allah, əgər varsansa, bilmirəm, varsan ya yox, amma əgər varsansa, mənim köməyə ehtiyacım var. Mən söz verirəm ki, əgər qızımın həyatını xilas etsən və məni sənin ən çox razı qaldığın dinə yönətsən, mən o yolla gedəcəyəm. Bilmirəm və heç vaxt elə bir İslamı qəbul edən kəs görməmişəm ki, hansısa formada həmin duanı və ya ona bənzər bir duanı etməmiş olsun. Yaradanına üst tutub, istər əvvəlcədən ona inanmış olsun, istərsə də olmasın, hidayət istəməmiş olsun. Ey Allah, məni doğru yola yönəlt. Və bu əlbəttə ateistlərin heç vaxt etmədiyi bir şeydir. Ta ki, kəşf yolunda ilk addımı atdıqları ana qədər. Bu sadəcə olaraq mənim müşahidəmdir ki, insanlar imana gəldikdə bir çox şeyi sorğulamağa başlayırlar. Beləliklə, ateist olan mən, həyatımda dizlərimi bükən, qəlbimi sarsıdan, içimi parçalayacaq bir vəziyyətlə qarşılaşdım və həmin vaxt Yaradanıma üst tutub hidayət üçün dua etdim. Qızımın xilas olması üçün dua etdim və hidayət istədim. Və duamın cavabını həm qızımın həyatının xilas olub sağalması ilə, həm də həyatımda ilk dəfə Yaradanımın varlığını hiss etməyimlə aldım. Bu isə əvvəllər hər şeyi böyük partlayış və təkamüllə izah edən bir insan üçün həqiqətən çətin idi. Mən yenidən düşünməyə başladım. Bəzi məsələlər üzərində götür-qoy etdim və anladım ki, bu nəzəriyyələrdə məntiqli olmayan məqamlar məntiqli olanlardan daha çoxdur. Ən sadə səviyyədə belə. Böyük partlayışa baxanda, bu nəzəriyyənin hətta mənim öz həyatım boyunca necə dəyişdiyini hatırlayıram.
Kollecdə oxuduğum illərdə qəbul edilən fikir belə idi ki, güya ilkin dövrdə nəhəng bir toz buludu olub. Bu bulud bir araya toplanıb, həddindən artıq sıx bir nüvə formalaşdırıb və sonra partlayaraq kainata yayılıb. Buna da böyük partlayış deyirlər. İllər keçdikcə onlar bunu yenidən dəyərləndirməyə başladılar. Bəs o ilkin toz buludu hardan yaranmışdı? Bu birinci problemidir. İkincisi, məsələni intellektual baxımdan düşünməyə başladılar və dedilər ki, partlayış baş verəndə obyektlər bir-birindən uzaqlaşmağa başlayır. Amma zaman keçdikcə sürətləri azalır. Kosmik miqyasda isə biz cazibə qüvvəsini bilirik. Beləliklə fərziyyə belə idi ki, Obyektlər uzaqlaşdıqca partlayışın ilkin gücü artıq bitmiş olur. Həmin qüvvə artıq fəaliyyət göstərmir. Bəs qalan qüvvələr hansılardır? Cazibə qüvvəsi. Və cazibə qüvvəsi obyektlər uzaqlaşdıqca onları özünə doğru çəkməyə, yəni sürəti azaltmağa çalışmalıdır. Və nəzəriyyə belə bir formaya düşdü ki, obyektlər uzaqlaşdıqca cazibə qüvvəsi onları geri çəkməyə davam edəcək və nəhayət elə bir nöqtə gələcək ki, cazibə qüvvəsi və xaricə doğru hərəkət edən qüvvə bərabərləşəcək. Beləliklə bir tarazlıq yaranacaq və sonra cazibə qüvvəsi üstün gəlməyə, obyektləri yenidən geri çəkməyə başlayacaq. Beləcə hər şey geri qayıdacaq və yenidən əvvəlki kimi həddindən artıq sıx bir nüvəyə çevriləcəkdi. Hər şey sıxılıb çox kiçik bir təkliyə çevriləcəkdi. Sonra da bütün proses yenidən təkrarlanacaqdı. Bu, böyük sıxılma kimi tanındı. Sonra bu fikrin ikinci mərhələsi yarandı. Güya bu proses təkrarlanan bir döngüdür, yəni sonsuz şəkildə belə davam edir. Hər şey cazibə qüvvəsi ilə bir nöqtəyə qədər sıxılır, sonra partlayıb kainata yayılır. Yenidən cazibə ilə sıxılır, yenidən partlayır. Təbii ki, bunlar hamısı ölçüyə gəlməyəcək dərəcədə böyük zaman aralıqlarında baş verdiyi iddia olunurdu. Amma mən bütün bunlara baxıb anlamağa çalışırdım və yenə də sual verirdim. Bunun başlanğıcı nədir? Bunlar hamısı hardan gəldi? Bu prosesin özü də, maddənin özü də hardan yarandı? Axı bunlar necə başladı? Və eyni şeyi təkamül haqqında düşünürdüm. Təbii seçmə nəzəriyyəsi ilə bir çox şeyi izah etmək mümkündür. Amma əgər ruhun mövcudluğuna inanırsansa, ruhun mövcudluğunu izah edə bilməzsən. Və aydındır ki, hamımız həyatın var olduğuna inanırıq. Amma bu da izah edə bilmədiyimiz başqa bir şeydir. İşlək orqanlardan ibarət bir heyvanı Frankenstein kimi yığmaq mümkündür, amma ona həyat vermək mümkün deyil. Yeni ölmüş bütün orqanları, hələ də funksional olan bir insanı diriltmək mümkün deyil. Həyat izah oluna bilməyən bir mahiyyətdir. O bir dəfə bədəndən çıxdısa, biz onu geri qaytarıb orqanizmə yerləşdirə bilmirik. Bu necə təkamül edib? Bu sual ateistləri tarix boyunca çıxılmaz vəziyyətdə qoyub. Mənə ən gülünc gələn şey budur ki, bir çox ateist belə deyir. Həyat bura kosmosdan gəlib. Asteroidlə, meteoritlə və ya buna bənzər bir şeylə yerə səpilib. Yaxşı, bəs onlar onu hardan alıblar? Bu cavab həyatın ən ilkin mənbəyini izah etmir. Yəni deyirsənsə ki, həyat asteroiddən gəlib, yaxşı, bəs o asteroid həyatı hardan alıb? Yad planetlilər gətirib. Bəs o yad planetlilər həyatı haradan əldə ediblər? Başqa yad planetlərdən, başqa asteroiddən. Bəs onlar haradan alıb? Yenə digər yad planetlərdən, digər asteroiddən. Bu sonsuz zəncir axırda tamamilə gülünc məntiqsiz bir arqumentə çevrilir. Bizdə həyat adlı bir keyfiyyət var. Biz canlı orqanizmin nə olduğunu işlək şəkildə tərif edə bilərik. Amma həyatın özünün hardan gəldiyini izah edə bilmirik. Kim mənə təkamül nəzəriyyəsindən danışıb bunun mövcud həyat müxtəlifliyini izah etdiyini deyən zaman mən belə cavab verirəm.
Hər nəzəriyyə yalnız üzərində dayandığı təməl qədər sağlamdır. Ona görə də mən onlardan soruşuram, təkamüldən danışanda hansı təkamülü nəzərdə tutursunuz? Bioloji təkamülü, yoxsa kimyəvi təkamülü? Mənim təcrübəmdə ateistlərin böyük əksəriyyəti bu sualı verəndə necə deyib gözlərini döyürlər. Mən də deyirəm ki, bəli, bioloji təkamülü nəzərdə tutursunuz, yoxsa kimyəvi təkamülü? Onlar isə adətən elə davranırlar ki, güya nə dediyimi başa düşürlər. Çünki əlbəttə özlərini axmaq kimi göstərmək istəmirlər. Amma sonda mən onlara xatırladıram ki, bioloji orqanizmlər heç vaxt heç nədən durduğu yerdə yarana bilməz. O vaxtlar yer kürəsinin ilkin vəziyyətində yalnız əsas elementlər mövcud idi və bu əsas elementlər birləşib mürəkkəb molekullar əmələ gətirməli idi. Bu mürəkkəb molekullardan isə nəzəriyyəyə görə daha da mürəkkəb molekullar yaranmalı, nəhayət amin turşuları, onlardan sadə zülallar, sonra mürəkkəb zülallar əmələ gəlməli idi. Bunlar da həyatın tikinti materialları sayılırdı. Bu prosesin adı kimyəvi təkamüldür və bugünə qədər kimyəvi təkamülün necə baş verə biləcəyini izah edən kimsə olmayıb. Stanley Miller tərəfindən aparılan və indi Miller-Urey eksperimentləri kimi tanınan ilkin təcrübələr isə artıq bugün demək olar ki, təkzib olunub. Onun amin turşuları əldə etmək üçün qarışdırdığı qazlar ilkin yer atmosferində mövcud olan qazlar deyildi. İlkin yer atmosferində olan real qazlarla eyni təcrübəni təkrarlayan zaman nəticə alınmır. Yeri gəlmişkən, mən bu mövzuda təcrübəsiz biri kimi danışmıram. Həmin o fundamental Miller-Urey eksperimenti güya əsas elementlərin zülalların quruluşu üçün amin turşularına çevrilə biləcəyini göstərən təcrübə Harold Urey'nin laboratoriyasında aparılmışdı. O, Nobel laureatı idi və bizim ailənin dostu idi. Mən onu şəxsən tanıyıram. Ailəmiz onun ailəsi ilə yaxın idi. Və mənim üçün maraqlıdır ki, Harold Urey özü çox dindar bir insan idi. O deyərdi ki, elə dəyərli bir alimlə qarşılaşmadım ki, o dini inanca sahib olmasın. Təkamüldən danışanda məsələnin təməlindən başlamaq lazımdır. Əgər sən milyardersənsə və ya çox varlı bir insansansa və bir bina almaq istəyirsənsə, həmin binanın konstruktiv möhkəmliyi haqqında bilmək istədiyin ilk şey nədir? Onun təməli. Biz hələ 20-ci mərtəbədən danışmaq, penthouse'a baxmaq istəmirik, ta ki o binanın möhkəm təməl üzərində qurulduğunu bilənə qədər. Yəni o bina torpaqla örtülmüş tullantı sahəsində tikilməyib, sürüşmə zonasına düşmür və s. Deyilmi? Elmi nəzəriyyələr də bunun kimidir. Bir şey də qeyd edim. Bunlar hamısı hardan gəldi sualı yenə də əsas, fundamental sualdır. Bu hər şeyin təməlində duran məsələdir. Birincisi, elm bizə öyrədir ki, maddə və enerji yoxdan yaranmır. Onlar öz-özünə ortaya çıxmır. Biri digərinə çevrilə bilər. Amma heç vaxt, heç nədən nəsə yaranmır. Termodinamikanın birinci qanunu, kütlə və enerjinin qorunması qanunu. Bunu deyir ki, kütləni yoxdan yarana bilməzsən. Enerjini də həmçinin. Sadəcə bir-birinə çevrilə bilər, amma özləri dəyişməz qalır. Belə olan halda, mövcud olan hər şey heçlikdən əmələ gəlib iddiası termodinamikanın birinci qanununu pozur. Termodinamikanın ikinci qanunu isə entropiya qanunudur. Entropiya bizə əsasən bunu öyrədir ki, hər bir proses, əgər onu nəzarətdə saxlayan daha böyük bir qüvvə yoxdursa və ya nizam yaratmaq üçün enerji sərf olunmursa, xaosa, nizamsızlığa doğru gedir. Məsələn, istər kimyəvi reaksiyadan danışın, istər fiziki prosesdən, istərsə də mətbəxdəki qab-qacaqdan və ya yeniyetmə övladlarınızın yataq otağından. Bunların hamısı, əgər nizamı saxlamaq üçün zəhmət sərf edilməzsə, dağılır və qarışıqlığa çevrilir.
Kimyəvi reaksiya nəzarət altında saxlanmalıdır. Qab-qacaq yuğulmalıdır, yoxsa yığılıb qalacaq. Uşağın otağına enerji sərf edilməlidir ki, orada nizam yaransın, təmizlik olsun. Bütün proseslərdə vəziyyət eynidir. Məsələn, qazı buraxsanız, o genişlənəcək və yayıldıqca daha çox təsadüfliyə doğru gedəcək. Amma onu nəzarətdə saxlamaq üçün səy lazımdır. Bu səy enerji tələb edir. Yəni, istənilən fiziki prosesdə nizamı qorumaq üçün enerji lazımdır və prosesin xaosa çevrilməməsi üçün ondan üstün bir qüvvənin müdaxiləsinə ehtiyac duyur. Beləliklə, nəzəriyyəyə görə, entropiya kainatdakı hər bir elementə aiddir. İstisna yalnız tarixin ən böyük, ən dağıdıcı hadisəsi sayılan böyük partlayışdır. Və maraqlısı budur ki, həmin partlayışda proses nizamsızlığa yönəlmək əvəzinə, əksinə, mövcudluğumuzu müəyyən edən çox incə şəkildə tənzimlənmiş saysız-hesabsız sabitlərə malik bir kainata yönəlmişdi. Sadə nümunələr. Əgər yer Günəşə biraz daha yaxın olsaydı, istilik səbəbi ilə həyat mümkün olmazdı. Əgər biraz daha uzaqda olsaydı, çox soyuq olardı və yenə həyat mümkün olmazdı. Ay biraz daha yaxın və ya uzaq olsaydı və ya fərqli sürətlə fırlansaydı, bunlar da həyatı mümkünsüz edərdi. Bunlar sadə və səthi misallardır. Amma bunlardan da daha incə şəkildə tənzimlənmiş başqa sabitlər də var. Və əsas məsələ budur ki, tarixdəki ən böyük, ən dağıdıcı hadisə olan böyük partlayış haqqında belə deyilir ki, birincisi, hər şey heçlikdən yarandı. Halbuki termodinamikanın birinci qanunu bizə deyir ki, bircə atom belə heç nədən yarana bilməz. Bir dənə atom belə. Amma elm isə iddia edir ki, bütün kainat heçlikdən meydana gəlib. İkincisi, belə bir nəhəng partlayış nəticəsində proses entropiyanın diktə etdiyi kimi nizamsızlığa sürüklənmək əvəzinə, əksinə, təsəvvürə sığmayacaq dərəcədə mükəmməl tarazlıq halına yönəlib. Kainatı müəyyən edən bu incə tənzimlənmiş sabitlərə baxanda insanın ağlı çaşır. Bir alim kimi bu prinsipləri başa düşəndə və eyni zamanda alimlərin necə geri addımlar attığını görəndə, yəni bu suallar onlara yönəldirilən kimi izah edə bilmədiklərini gördükləri anda, onların cavabı belə olur. Yaxşı, bu qanunlar doğrudur. Biz də bu qanunların üzərində dayanırıq. Amma deyirik ki, bu qanunlar yalnız partlayışdan sonra keçərlidir. Mənim baxışımla bu elm deyil, bu sadəcə olaraq gülünc bir iddiadır. Əgər hər şeyin daha böyük bir qüvvə tərəfindən idarə olunmadığı halda nizamsızlığa meyl etdiyini qəbul ediriksə, bəs kainatı kim idarə edir və onu xaosa sürüklənməkdən kim qoruyur? Bu mütləq daha böyük bir qüvvə olmalıdır. Yaradandan daha böyük hansı qüvvə ola bilər? Dünyadakı bütün dinlərin, istər tək Allahlı, istər çox Allahlı olsun, hamısının ortaq bir xüsusiyyəti var. Onların hər biri dünyanın bir yaradanı olduğuna inanır. Politeist dinlərdə bu yaradan böyük tanrı ola bilər və ya tanrıların arasında ən üstdə duran bir varlıq ola bilər. Amma hansı dinə mənsub olursa olsun, hamı dünyanın bir yaradanı olduğuna inanır. Bu isə tək olan Allahdır.